Salam əziz izləyicilər, son bir dəqiqə xəbəri ilə qarşınızdayam. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu aprel ayında regionlar üzrə pensiyaların, həmçinin respublika üzrə müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödəniləcəyi tarixi açıqlayıb. Videoya keçməmişdən öncə əgər kanala abunə olmamışsınızsa, kanala abunə olub videonu bəyənməyi unutmayın ki, bu cür yeniliklər, xəbərlər olduqca sizin telefonunuza bildiriş formasında gəlsin. İndi isə keçək xəbərə. Aprel ayında regionlar üzrə pensiyalar, həmçinin respublika üzrə müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar aprel ayının 25-nə kimi tam şəkildə ödənilib yekunlaşacaqdır. Bu barədə Dövlət Sosial Müdafiə Fondu açıqlama yayıb. Bundan əlavə dostlar, kimlər sosial yardımla bağlı çətinlik yaşayırsa, videonun rəy bölməsində yaşadığı çətinliyi sual şəklində bizə ünvanlaya bilər. Həmin sualları da biz çalışırıq ki, bir gün ərzində cavablandıraq. Həmçinin kimlər ki, sosial yardım sənədini özü sistemə daxil etmək istəyirsə, bizim bu kanalımızda sosial yardımın elektron qeydiyyatı, yəni EMAS sistemində elektron qeydiyyatı ilə bağlı maarifləndirici video çarx var. Həmin video çarxa baxıb öz sosial yardım sənədini EMAS sisteminə daxil edə bilər. Bundan əlavə sosial yardımın sosial yardım sənədinin EMAS sisteminə daxil edilməsi ilə bağlı daha geniş bir video çarxımız isə digər bir kanalımızda var. Həmin kanalda yükləmişik. Həmin kanalın linkini də videonun açıqlama bölməsində, rəy bölməsində yerləşdirəcəm ki, siz həmin videoya da girib daha ətraflı video çarxa baxaraq öz sosial yardım sənədinizi özünüz sistemə daxil edə biləsiniz.